18-65 yaşlılara iş var yoldaşlar. 18-65 yaşlılara iş var. Mən sizə bu videoda 18-65 yaş aralığında olan şəxslər üçün olan iş elanlarından bəhs etmək istəyirəm. Amma bu sizdə elə bir fikir formalaşdırmasın ki, olan işlər elə ancaq bunlardan ibarətdir. Təxminən 7-8 dənə vakansiyadan bəhs etmək istəyirəm. Onlardan ilk öncə gənclər üçün olan variantı ilə başlayıb, sonra nisbətən 65 yaş aralığında olanlar üçün olan variantdan bəhs etmək istəyirəm. İlk öncə gəlin, misal üçün, bir variantdan bəhs edelim. Misal üçün, emalatxana asistenti işi var. Bu, misal üçün, daha az yaşlılara sərf eləyər. Misal üçün, 18-20 yaşlılara sərf eləyə bilər. Onlar üçün həvəsli ola bilər. Nəyə görə? Misal üçün, onlar əgər universitet oxumurlarsa və ailəli də deyirlərsə, təbii olaraq 18-20 yaşda olub, o halda, misal üçün, onlara sərf eləyə bilər. Çünki burada 300-350 manat pul verir. 18-30 yaşlı olmalısınız. Həftənin də 5 gündür. Saat 12-dən 7-yə kimidir. Bu, misal üçün, kimlər üçündür? Kimlər ki, əl işlərlə, sənətə və detallara qarşı həvəslidir və səliqəlidir. Yəni, fikir verdinizsə, bu asistent işidir. Yəni, mütəxəssis işi deyil, yoldaşlar. Ona görə, yəni, bu 300 manatı normal qəbul eləməlisiniz. Və sizdən təcrübə də tələb eləmir. Yəni, yavaş-yavaş artıq mütəxəssis olarsınızsa da daha yüksək müəqqə almaq imkanınız bəlkə də var. Kompüterdə, Excel'də başlanğıc səviyyədə qeydiyyat apara bilirsinizsə, bu işə müraciət eləməyi düşünə bilərsiniz. Həmçinin telefonla video və şəkil çəkməyə bacarırsınızsa keyfiyyətli şəkildə. Sonra MAG verilişi var, yoldaşlar. Orada casting var. Gəncsinizsə, baxın, o işə də müraciət eləyə bilərsiniz. Müxbir işidir, yoldaşlar. Dediyim kimi, ilk öncə gənclər üçün olan variantdan bəhs etmək istəyirəm bu videonun ilkin hissəsində. Daha sonra daha yuxarı yaş qruplarına aid olan variantdan bəhs etmək istəyirəm. Olsun, aranızda bu videoya baxanlar arasında yaşlı olanlar varsa, gənc ailə üzvləri ilə, tanışları ilə də bu videonu paylaşa bilər. Misal üçün, bu castingdə də özünü televiziya ekranında görmək, aparıcı və ya müxbir kimi bacarığını sınamaq istəyənlər üçündür bu fürsət. 18-22 yaşlı olmalısınız, inamlı, enerjili və yaradıcı olmalısınız. Bax, belə bir variant var. 6 iyun 2026-cı ildə saat 12:00-da Azərbaycan Film Kino Studiyasında da castingdir, belə deyim. Orada gedib şansınızı yoxlaya bilərsiniz. Bundan əlavə, mən sizə digər bir vakansiyadan da bəhs etmək istəyirəm. Bir daha xatırladım ki, bu işlər 18-65 yaşlı olan işlər elə ancaq bunlardan ibarət deyil. Sadəcə bu işləri bəzi özəlliklərinə görə seçib sizinlə paylaşıram. Misal üçün, fikir verdinizsə, bayaqdan bir-iki dənəsini sadalamışam. Onlar sırf aşağı yaş qruplarınadır və demək olar heç nə tələb eləmir sizdən. Misal üçün, tam storda insan resursları əməliyyatları bölməsində təcrübəçi işi var. Bu da ciddi bir şey tələb eləmir. Yəni, burada müraciət edə bilərsiniz. Əmək məcəlləsi üzrə ilkin bilikləriniz varsa, daha rəqabətçili ola bilərsiniz. Ümumiyyətlə, səhv xatırlamıramsa, Oba marketdə də olmalıdır. Elə həm bu sahədə, həm də elə özü də eyni ilə təcrübəçi vakansiyası olmalıdır. Mən sizə növbəti vakansiyadan da bəhs etmək istəyirəm. Misal üçün, bilirsiniz ki, baxın, satış məktəbi var. Orada sizə, belə deyim, İngiliz satış məktəbi var. Orada təcrübə proqramı keçirlər sizə. Satışın sirlərini öyrədirlər sizə. 3 aylıq bir müddətdir. 20 nəfər iştirakçı olur. Təqaüd də verirlər sizə, yoldaşlar. Daha dəqiq desək, maaşlı təcrübə proqramıdır. 22-26 yaşlı. Ali təhsil tələb olunur sizdən. Bax, bu variantı da müraciət edə bilərsiniz. Özünüz də yəqin ki, dünyanın indiki əmək bazarını analiz etdik. Görürsünüz ki, satış ümumiyyətlə hər yerdə demək olar istifadə olunur. Həm şəxsi insanlar arası münasibətdə, həm iş tapmaqda, həm digər sferalarda satış bilik və bacarıqlarına yiyələnmək lazımdır. Satış demək, dükanda kartof soğan satmaqdan söhbət getmir, yoldaşlar.
satış bir elmdir. Onu öyrənməyinizi tövsiyə edirəm. Yavaş-yavaş digər işlərdən də bəhs etmək istəyirəm mən sizə. Misal üçün, gəlin ilk öncə bu florist işindən də bəhs edim, sonra 50-65 yaşlı olanlar üçün variantdan bəhs edim. Misal üçün, köməkçi florist işi var yoldaşlar. Misal üçün, bu işi niyə sizinlə paylaşıram? Paylaşıram ki, kimsə əgər heç bir sənəti yoxdursa, bir ixtisasa yiyələnmək istəyirsə, belə bir iş fürsətlərindən bəhrələnsin. Yəni, belə işlər təcrübə tələb eləmir sizdən, sadəcə istəyiniz olmalıdır, belə deyək, adətən marağınız olmalıdır. Burada, misal üçün, 500 manata qədər də qazana bilərsiniz. Halbuki, yəni, siz burada hələ köməkçi floristsiniz də, daha da irəliyə geçsəniz, daha yüksək əmək haqqı qazana bilərsiniz. Tələbləri nədir? Oğlan olmalısınız, məsuliyyətli olmalısınız, inkişafı sevən və kreativ olmalısınız. Haradadır bu? Rosal Red şirkətində. 20-28 yaşlı şəxs olmalısınız. İş saatda 2 növbəlidir və növbə hər gün dəyişilir. Belə bir variant da var. İndi isə keçək 50-65 yaş aralığında olan şəxslər üçün olan işlərdən bəhs etmək istəyirəm. Təxminən mən sizə 3 dənə sürücü işi ilə bəhs etmək istəyirəm. Misal üçün, öz maşınınızla sürücülük işi görə bilərsiniz, yoldaşlar. Sonra gəlin bundan bəhs edeyim, misal üçün mən sizə. Şəxsi sürücü işidir bu, yoldaşlar. Fərdi sahibkardadır. Müdür ilə gün ərzində şəhər içi obyektləri gəzirsiniz. Amma bu sizdən ən azı 50 yaşda olmalısınız, sürücülük təcrübənizin olmalı və maşın tələb edir. Maşınla tələbi də budur ki, maşınınız komfort və biznesi olmalıdır. Maksimum, demir ha minimum, yoldaşlar. Demir ha ən az 2 motor olmalıdır. Deyir, maksimum 2 motor olmalıdır. Yəni 3 motor, 4 motor, 5 motor olmamalıdır da, belə deyəcək. 92 və ya dizel olmalıdır. İli 2018 və daha üstün olmalıdır. Yəni ən azı 2018 olmalıdır. Bax, belə bir variant işdir. 900 manatdır. Əlavə yağ dəyişmə və yanacaq xərci də ödənilir. Yəni əmək haqqısı amma 900 manatdır. Yəni bəzən olur şəxsi sürücü işləri, yoldaşlar, 1300-1200 manat civarında. 1500 manat demək olar, olmur, yoldaşlar. Yəni ona görə belə bir reallıqda var. Amma indi bu vakansiya hal-hazırdakı vakansiyadır. Orada şərtlər o cürdür, əmək haqqısı o cürdür. Sonra sürücü işi, misal üçün 50-65 yaşlılar üçün də var. Ondan da bəhs etmək istəyirəm mən sizə. Bu isə Bafco Invest şirkətindədir, yoldaşlar. Bafco Invest şirkətindədir. Sürücü işidir bu da. Burada isə əmək haqqısı 900 manat olmalıdır. Səhv xatırlamıramsa, bir daha mən sizə baxım deyim indi bir dəqiqə. Bəli, 900 manat net pul verirlər sizə. Yaşınız ən az 50 yaş olmalıdır. Lüksen plazadadır. Təhsil fərq eləmir, nə təhsiliniz var. Əsas məsələ B kateqoriyalı sürücülük vəsiqəniz olsun. Varsa, ya yaşınız da 50 və yuxarıca buyurub müraciət edə bilərsiniz. Xüsusilə də Binə və Həfsan arasında yaşayanların müraciət etməyini tövsiyə edirəm. Çünki onların müraciət etməsi onlar üçün daha rəqabətçil ola bilər. Sonra, növbəti bir sürücü işi, yoldaşlar, 65 yaşa qədər olan bir sürücü işidir. Bəs minimum yaş həddinə qədərdir. Gəlin ondan da bəhs etmək edim sizə. Allah qoysa. Deməli, bu Fərəd şirkətindədir, yoldaşlar. Fərəd şirkətindədir. Burada da səhv xatırlamıramsa 900 manat olmalıdır. İndi mən sizə da... Yox, burada 800.000 manat aralığında dəyişir. Yəni, bu artıq danışıqdan asılı olaraq sizin bilik və bazarınızdan, təcrübənizdən asılı olaraq dəyişə bilər. Artıq müsahibə zamanı dəqiqləşə bilər. 800.000 verəcəklər, 900 verəcəklər, 1000 verəcəklər. 30-65 yaş aralığında olmalısınız, yoldaşlar, əsas məsələ. Yollar və ünvanları yaxşı tanımalısınız. Müvafiq kateqoriyalı nəqliyyat vasitələrdə, xüsusilə mikroavtobus və ya az tonnajlı yük avtomobillərini idarə etmə sahəsində minimum ən azı 2-3 illik iş təcrübəniz olmalıdır.
Belə bir iş var yoldaşlar. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapması səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur. Siz bu videonu harda görürsünüz? YouTube-dan mı görürsünüz, TikTok-dan mı görürsünüz, bilmirəm. YouTube-da görürsünüzsə və yaxud da TikTok-da görürsünüzsə, elə Toğrul Əcəb adlı kanala daxil olun. Orada diqqət eləsəniz, profildə qeyd olunub əlaqə vasitəsi. Misal üçün, gəlin misal verim sizə. TikTok-da görürsünüzsə bu videonun adının altında Toğrul Əcəb sözü yazılıb. O sözü toxunaraq Toğrul Əcəb adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.